Səs çirklənməsi. Səsin insana və onun orqanizminə təsiri bütün dünyada ən aktual problemlərdən biri sayılır. Müasir dünyada qlobal ekoloji problemlər, istixana effekti, ozon qatının dağılması, suyun və atmosferin çirklənməsi, radioaktiv tullantılar, turşulu yağışlar arasında akustik çirklənmə həyəcan doğuran problemlərdən sayılır. Çünki insanlara digər faktorlardan heç də az təsir göstərmir. Sənayenin intensiv inkişafı səs və onun insanlara təsiri haqqında elmin inkişafına səbəb olur. 1868-ci ildə Alman fiziki Helmholtz ilk dəfə eşitmə və görmənin fiziologiyasını əsaslandırdı. Həmin vaxtdan etibarən insanlar üzərində səslə bağlı müxtəlif istiqamətlərdə tədqiqatlar aparılmışdı. Müəyyən edilmişdi ki, müxtəlif səslər insana fərqli şəkildə təsir edir. Təbii mənşəli səslər, dəniz dalğasının səsi, yarpaqların, küləyin səsi, çayın şırıltısı insan orqanizminə xoş təsir göstərir. Onu sakitləşdirir, sağlam yuxu gətirir, orqanizmin həyat enerjisini bərpa edir. Qulağa dəyən gözəl səs məhəbbət kimidir. Bu çox üslubu xəta gətirir də, yəni başqa üslubu xüsusiyyətidir. Qulağa dəyən gözəl səs məhəbbət kimidir. Mətin publisistik üslubdadır və biraz da terminləri var, fiziologiya filan. Gətirir deyir, qulağa dəyən gözəl səs məhəbbət kimidir. Sən artıq hiss eləməlisən ki, burada məcazidir. Qəlbin dərinliklərindən süzülür, iliyinə hopur, varlığına hakim kəsilir. Oxuyanda adamın gülməyə gəlir. Yəni, bu nə cümlədir? 100% deyir ki, rəqəm qoymuş hansı cümlə üslubu xəta yaradır və 2-dir cavab. Deməli, fit səsi isə insanda təşviş və qorxu hissi oyadır. İstehsalat və məişət avadanlıqlarının səs-küyü müxtəlif xəstəliklərə yol açır. Deməli, uşaqlar, bu arada buradan, bilməm, buna bağlı bir sual var mı, yoxsa yoxdur? Müddəa fakt verə bilər. Müddəa fakt verə bilər. Bax, bu abzasdan. Çox gözəl. Siz görürsünüz, səsin həm müsbət təsirlərindən danışır yuxarıda. Deyir ki, yəni bəzi səslər, yarpaq, külək, yağış şırıltısı, nə bilim, çayın şırıltısı filan, bunlar insana xoş təsir edir və bir digər tərəfdən isə istehsalat və məişət avadanlıqlarının səs-küyü isə müxtəlif xəstəliklərə yol açır. Müddəa verə bilər ki, səslərin növünə asılı olaraq insana müxtəlif cür təsir göstərə bilər. Siz bölüb yaza bilərsiniz ki, müsbət təsir göstərə bilər, yarpağın səsi, küləyin səsi filan fəsmən. Aşağıdan da yaza bilərsiniz ki, bəzi səslər insanda təşviş, qorxu hissi yarada bilər, fit səsi insanda təşviş, qorxu yarada bilər, istehsalat və məişətdəki olan səs-küy isə xəstəliklərə yol açar. Yəni, bu sizin müddəa fakt sualınız olmasa da beləsini verə bilər. Yəni, hətta bütünlüklə buradan verər bu müddəanız. Bax, bu da 3 dənə fakt. Birincisi, yazacaqsınız, dediyim kimi, yarpağın, küləyin, çayın insan orqanizminə xoş təsirini yazacaqsınız. İkincisi, fit səsinin təşviş yaratdığını yazacaqsınız. Üçüncüsü, istehsalatda və məişətdə səs-küyün müxtəlif xəstəliklərə yol açdığını yazacaqsınız. Bu tərəfdən də müddəanı da özünüz yaza bilərsiniz. Faktları da özünüzdən istəyər. Bütün boş verə bilər. Cədvəl tamamilə boş verilə bilər. Yəni, siz artıq özünüz müddəa fakt da qurmağı bacarmalısınız. Çünki 2023-cü ilin buraxılış imtahanında həm müddəa boş verilmişdi, həm faktlar boş verilmişdi və plus 3-cü qrupun qəbul imtahanında müddəa fakt sualı zaten belə tamamilə boş verilir adətən. Özünüz yazmalı olursunuz. Nəsə, mən çox danışdım yenə, fərqli yerlərə getdim. Lakin araşdırma müəyyən eləmişdi ki, tam səssizlik insanın sinir sisteminə mənfi təsir göstərə bilər. Əgər insan səsdən təcrid edilmiş kamera sansa, öz orqanizminin səslərini, ürəyinin döyüntüsünü, damarlarda qanın necə axdığını, əzəllərin necə yığıldığını və s. eşidə bilər. Həkimlərin fikrincə, ay Allah, yenə boşluq doldururuq. Həkimlərin fikrincə, gecə səs-küyü insan orqanizmində fiziki və psixi təsirlərə qarşı müdafiə qabiliyyətini zəiflədir. Yəni, 291 üstündə işləyək ki, bir də problem yaratmasın. Deməli, həkimlərin fikrincə gecə səs-küyü bu ikinci boşluqdur. Çünki 5 dənə var. Birinci boşluq bu tərəfdə idi. Orada nə danışırdı? Gəlin birinci boşluğa baxaq. Bilmirəm, aydın, bilmirəm. Deməli, birinci boşluqda deyir, araşdırmalar müəyyən etmişdir ki, tam səssizlik də insan sinir sisteminə mənfi təsir göstərə bilər. Əgər insan səsdən təcrid edilmiş kameraya salınsa.
Burada səssizliyin problemlərindən danışır, düzdür? Yəni səs olmayan bir cümlə götürməlisən. Yazmalıdır ki, səs olmamalıdır. Səslər təzə yuxuya getmiş adamlara olduqca pis təsir edir. Nə əlaqə? Bəzi ölkələrdə avtomobil yolları ilə yaşayış məntəqələri arasında məsafələrin olması, ağac falan ora gəlmir. Azərbaycanı ora yaza bilmərəm hələ ki. Baxın, 4-də ətrafda bir səs olmadıqda belə fəaliyyət üçün müəyyən səs hissiyatı olacaqdır. Deməli 4 ilə başlamalıyam uşaqlar. 4 ilə başlamalıyam. Yəni birinci boşluğuma qoymalıyam nə? 4. Bunu yadda saxlayıram çünki o birisi tərəfə keçəcəm. 4 ilə başlayıramsa ya B-dir cavabım, ya da Y-dir. Çünki 4-ləri saxlayıram bir dənə və artıq ikinci boşluğa qoyacağım cümlə ilə mən artıq düzgün cavabı müəyyənləşdirə biləcəm. Həkimlərin fikrincə, gecə səs-küyü insan orqanizminin fiziki və psixi təsirlərə qarşı müdafiə qabiliyyətini zəiflədir. Bu, bədənin xəstəliklərə qarşı müqavimətini azaldır, ürək-damar xəstəliklərinin geniş yayılmasına səbəb olur. Fasilətli və qəflətən olan səslər təzə yuxuya getmiş adamlara olduqca pis təsir edir. Bu, bədənin xəstəliklərə qarşı müqavimətini azaldır, ürək-damar xəstəliklərinin geniş yayılmasına səbəb olur. Biri yaza bilərəm, problem deyil. Çünki bəzi ölkələrdə avtomobil yolunu gətirməsən, bura necə yazım bu boşluq? Avtomobildən danışmıram axı mən burada hələ. Deməli, nə yazacağam? 1 yazacağam. 1 yazacağam. O boşluğa. Bu boşluğa 1 yazacağam. Yazıram 1. Artıq cavabım hazırdır və oxuya-oxuya digərlərini də tapıram. Deməli, bu bədən xəstələri, bunu 5 dəfə oxudum, ay Allah. Avstriya alimlərinin fikrincə səs-küy vaxtından əvvəl qocalmanın səbəblərindən biridir. Bəzi tədqiqatçıların gəldikləri nəticələrə görə səs-küy çirklənməsi insan ömrünü, çünki baxın burada nədən danışır? Qocalmadan danışır. Burada nədən danışır? İnsan ömrünün orta hesabla 10-12 il azaldır. Yəni tez qocalıram da. 5. Alimlər onu da sübut ediblər ki, səs-küy məhz infarktın əsas səbəblərindən ikincisidir. Səsin təsir effekti genetik və orqanizmin əldə etdiyi xüsusiyyətlərdən asılıdır. Bəzi adamlar səsə qarşı xüsusi hissiyata malikdirlər. Səs-küyün harda normadan artıq olduğunu bilmək məqsədi ilə dünyanın bir çox ölkələrində şəhərlərin xüsusi səs-küy xəritələri yaradılmışdır. 2005-ci ildən Bakıda da bu haqda düşünülür. Lakin xəritənin yaradılması hələ problemin həlli deyil. Bunun üçün konkret fəaliyyət istiqaməti lazımdır. Azərbaycanda da, çünki yuxarıda Bakıdan danışır, deməli, Bakıdan danışır. Deməli, görürsünüz, gətirib Azərbaycanı yaza bilərəm. Azərbaycanda da səs-küy faktorunu yaradan səbəblərin araşdırılması işləri aparılır. Paytaxtımızda səs-küyün səviyyəsinin yüksəlməsi, xüsusilə nəqliyyat axının artması ilə bağlıdır. Baxın. Nəqliyyat sonra nə gəlməlidir? Avtomobil. Bəzi ölkələrdə avtomobil yolları ilə yaşayış məntəqələri arasında məsafənin olması və orada mümkün qədər çox ağacların əkilməsi, yaşıl örtüyünün salınması norma kimi qəbul olunub. Kafe və restoranların sahibləri ventilyasiya qurğularını bir qayda olaraq həyətlərə çıxarırlar. Lakin səsin udulması sistemləri olmadığından bundan sakinlər əziyyət çəkirlər. Deməli, müəssisə rəhbərləri səsi izolyasiya edən sistemləri quraşdırmağa məcbur edilməlidir. Əhalinin küyün xoşagəlməz təsirindən müdafiəsi məqsədi ilə istehsal müəssisələrinin planlaşdırma və tikilməsində qabaqcadan təşkilati, texniki və tibbi tədbirlər görülməlidir. Bahadır, əlbəttə, amma bizim sağlamlığımız ondan da bahadır. Cavab oldu, yəni nəticə etibarilə vəpşem deyəcəkdim. B variantı. 291-ci sualda cavab oldu B variantı. İndi gəlirik 292-ci suala. Deyir, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarında nəzərdə tutulmuş hansı məsələlər mətndə öz əksini tapıb? Belə norma, qayda, qərar, qanun görəndə həyəcan keçirtməyin. Sizdən konstitutiv hər hansı bir qərar qəbul etməyinizi soruşmur. Yəni deyir ki, ətraf mühitə zərər verə biləcək məsələlər, yəni hansılardır? Nələrə diqqət eləmə lazımdır və bu mətndə harda göstərilir? Bu normalar xüsusi təyinatlı yerlər, radio, telestudiya, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına şamil edilmir.
Uşaqlar, mətndə radiodan, telestudiyadan, kinostudiyadan, konsertdən, teatrdan heç nədən danışmır. Bir aid deyil. Biri sil. Pəncərələri küçə və yollara açılan otaqlarda nəqliyyatın yaratdığı səs-küyün yol verilən səviyyəsi müəyyənləşdirilməlidir. 2 aiddir. Çünki mətndə nəqliyyatların da yazıb ki, yüksəlməsi xüsusilə nəqliyyat axınının artması ilə bağlıdır. Səs-küyün artması. Deməli, nəqliyyatın yaratdığı problemlərdən danışır. Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, ümumi təhsil internat məktəblərinin, yaşayış otaqları üçün yol verilən səs səviyyəsi müəyyən edilmişdir. Mətndə hər hansısa bir qurumun, uşaqlar üçün olan məktəblərin və ya ahıllar evinin, qocalar evi ilə bağlı mətndə heç bir tədbir haqqında məlumat verilmir. Ticarət və ictimai iaşə müəssisələrinin ventilyasiya, hava sərinləşdirici, bəli, bu var. Çünki müəssisənin özündə belə ventilyasiya var. Bax yazıb, kafe, restoranların sahibləri ventilyasiya qurğularını bir qayda olaraq həyətlərə çıxarırlar. Lakin səsin udulma sistemləri olmadığından bundan sakinlər əziyyət çəkir. Burada nə deyir? Hava sərinləşdirici, yaranan səs-küyün yol verilən səviyyəsi nəzərə alınmalıdır. 2-4. Mətndən eynən açar sözləri seçirsiniz və uyğunlaşdırırsınız. Burada çətin heç nə yoxdur. Ventilyasiya görsəm, burada mətndə ventilyasiyadan danışır. Bir cümləni axıracan oxuyun o öz yerində. Amma yenə də açar sözünüzü müəyyənləşdirin. Burada nədən danışır? Burada da ventilyasiyadan danışır. Burada nədən danışır? Mətndən, nəqliyyatdan. Burada nədən danışır? Burada da nəqliyyatdan danışır. Amma da kinostudiya yoxdur. Nə bilim, təhsil müəssisəsinin adı zadı çəkilmir. 2-4, ona görə cavab olur düzgün variant A variantı. Gəldik, çıxdıq 293-cü sualımıza. Deyir ki, mətnin məzmunu ilə bağlı olmayan fikirləri müəyyən edin. Bağlı olmayan, yəni yanlış. Səs-küy səviyyəsinin yüksək olması infarktın ilk yaranma səbəbi sayılır. Uşaqlar, ilk yox, ikinci. Çünki bayazıb infarktın əsas səbəblərindən ikincisidir. İnfarktı gördün, gəl mətni onu tap. Alimlər onu da sübut edirlər ki, səs-küy məhz infarktın əsas səbəblərindən ikincisidir. Birincisi deyil. Burada nə yazıb? İlk yazıb. Ona görə səhvdir. Bir səhvdir. 2 deyir, texnologiyanın inkişafı insan həyatında problemlərin də yaranmasına səbəb olur. Bəli, nəqliyyat məsələn. Maşınların yaranması filan, bunlar daha çox səs-küyə səbəb olur. Bu, sübut oluna biləcək bir faktor 2 var. Səs-küy qədim dövrlərdən bəri elm adamlarını narahat edən əsas problemdir. Uşaqlar, qədim dövrdə bu qədər səs-küy olmayıb. Ona görə də insanları o qədər narahat eləməyib. Müasir dövrdə səs-küyün artması ilə, yəni əvvəllər insanlar yaşayırdılar, nə maşın var idi, nə məsələn evdə paltaryan maşın olur, toz soran maşın olur, mikser olsun, qaz plitəsi olsun, qaz plitəsinin üstündəki havalandırma olsun, onu qoşursan, onun səsi adam başına düşür, televizor yandırırsan, onun səsi adam başına düşür, telefon olsun, maşınlar, çöldə siqnal, o siqnal verir, bu siqnal verir, poyez keçir də, yəni bu nədir bu? Qatar. Yəni çox səs-küy nədən yaranır? Texnoloji avadanlıqların inkişafından. Yəni bunu artıq fikir verirsinizsə bilmirəm. Texnoloji avadanlıqlar inkişaf elətdirdikcə ilk yarananları hamısı səslidir. Amma sonradan məsələn, indi səssiz paltaryanlar çıxıb, səssiz toz soranlar çıxıb, səssiz qab yuhanlar çıxıb. Niyə? Çünki səs-küy insan orqanizminə mənfi təsirini görürlər və ona görə də səssizinə keçirlər və səssizi daha bahalı olur. Ona görə də yəni qədim dövrdə belə bir problem olmur. Ona görə cavab o C variantı. 4-də deyir, səslərin insana təsiri orqanizmin fərdi xüsusiyyətlərindən də asılıdır. Düzdür, yəni hər insan eyni cür qəbul eləmir səsi. Kimisinin başına düşür səs, kimisinin başına düşmür. Mən hələ cavan adamam, televizoru yanımda olan deyirəm ki, televizorun səsi başıma düşür, onu bağlayayım. Yəni səs götürmürəm. Amma elə adam var ki, yəni yanında top partlatsan, yatsa yuxudan durmaz da. Yəni o səs heç vecinə də deyil, o təsir də eləmir. 5-də deyir, səsdən qorunmaq üçün sistemlərin yaradılması böyük vəsait tələb edir. Zaten sonunda deyir ki, bahadır deyir. Bunu da əsaslandıra bilirik. Gəldik, çıxdıq 214 nə idi? 294-cü suala. Deyir ki, hansı nümunələrdə fərqləndirilmiş ifadə mətndə altından xətt çəkilmiş ifadənin qarşılığıdır deyir. Altından xətt çəkilmişi tapmaq üçün qayıdırıq mətnimizə. Birinci səhifədə deyək ki, məruz qalır. Zərərli səslərin təsirinə məruz qalır deyir. Burada da
Deməli, deyir xəyallara qapıldı. Heç dəxli var. Xəyallara qapılmaqla məruz qalmaq. Məruz qalmaq bir məcburiyyət qarşısında qalmaq kimi bir şeydir. Təsirə məruz qalır. Təsirə uğrayır. Türklər uğrayır deyirlər. Təsirə uğradı. Müəyyən bir uğramaq feili var türklərdə. İkidə deyir ki, düçar olur. Bəli, düçar olur, məruz qalır. Gəlin yerinə də qoyaq. Şəxsi gigiyena qaydalarına məhəl qoymayan şəxslər müxtəlif xəstəliklərə məruz qalırlar. Onunla qarşılaşırlar elə bir, pis mənada qarşılaşırlar. Səhrada xeyli dolaşdıqdan sonra çoxdan tərk edilmiş bir daxmaya məruz qaldım, olmur. Şiddətli fırtınaya düzməyən gəmi fəlakətə məruz qaldı. Görürsünüz, uğradı sözü bizdə də var imiş, uğradı, fəlakətə uğradı. 2-4. 2-4 elə cavab var B variantı. İndi o şəhərdə daha müasir geyimli adamlara məruz qaldı deyə bilmirsən. Elə olan halda mətndəki altına xətt çəkilmiş sözü gətirin, bax bu cümlələrdə yerinə qoyun. Görün, məna cəhətdən, qrammatik cəhətdən, leksik norma ödənir, ödənmir. Ödənmirsə deməli qarşılığı deyildir zaten. Keçin növbətisinə. Cavab oldu B. Keçdik 295-ə. Aha! Bayaqları mən dedim, ikinci cümlədə hədsiz dərəcədə məcazilik var. Deyir, üslubu cəhətdən mətn üçün səciyyəvi deyil. İki, yəni, bas-bas bağırırdı ki, mən bədii üslubam. Mən bədii üslubam. Xahiş edirəm, məni seç. Çünki deyir, qulağa dəyən gözəl səs məhəbbət kimidir. Qəlbin dərinliklərindən süzülür, iliyini hopur, varlığına hakim kəsilir. Nə əlaqə? Mətnimiz publisistik üslubdadır. Deməli, 2 olan cavabları seçməlisiniz uşaqlar. A getdi, B getdi, C getdi. Ya 2-5-dir, ya 1-2-4-dür. 5-ə baxaq, daha rahat olsun. 5-i götürəcəyik. Sağlamlığımızın, deyir, sağlamlığımız ondan da bahadır. Sağlamlıq pulla mı ölçülür ki, nədənsə baha olsun? Bir şey digərindən üstün götürülür. Əlbəttə, amma sağlamlığımız ondan da bahadır. Yəni, burada artıq məcazilik var. Ona görə D variantı. Zaten birinci cümlədə məcazilik yox idi deyə cavab olur 2, 5, D variantı. Oy Allah. Keçdik açıq suallarına. Səs-küy ilə səssizlik müqayisə edirik. Deməli, uşaqlar, deyirəm də yazmıram. Ortaq cəhət odur ki, insan orqanizminə hər ikisi mənfi təsir göstərə bilər ya da hər ikisi insan orqanizminə təsir edir. Səs-küy, yazırsan ki, səs-küy, məsələn, məişət avadanlıqlarının səs-küyü, fit səsi, bunlar insan orqanizminə mənfi təsir göstərir. İndi deyəcəksiniz 2 dənə yazmaq olar. Xeyr. Səs-küy deyəndə bu arada o yaxşı səsləri nəzərdə tutmur. Yağışın səsi, nə bilim, çayın şırıltısı filan, küy də var çünki burada. Deməli, pis mənada nəzərdə tutur da belə deyim. O birisi səsləri, məişətdə eşitdiyimiz səslər, hansı ki, səs kirliliyi yaradan səslər. Onlar nəzərdə tutur. Ona da deməli, yazırsınız ki, insan orqanizminə mənfi təsir göstərir, infarktın yaranmasının ikinci səbəblərindəndir. Səssizlik də yazırsan ki, çox səssizlik olması da insan orqanizminə mənfi təsir göstərir. Yenə gəlsən mətndən, sən gedək oradan göstərim. İstəyirsən nə idi? Hə, məsələn, yazırsınız ki, tam səssizlik də insan sinir sisteminə mənfi təsir göstərə bilər. Səsdən təcrid edilmiş kamera esansı öz orqanizmin səslərini eşidə bilər və s. belə yazırsınız. Elə insan sinir sistemi pozur yazsınız, okeydir. Bu birisində də yazırsınız ki, səs-küy müxtəlif xəstəliklərə yol aça bilər. Hər ikisi də orqanizmə təsir göstərir. Bu belə. Sonra 297, informativ və poetik funksiya daşıyan sözlər. Demək ki, neyinirik? Üzərində rəqəm yazılmış sözlərə baxırıq. Deməli, uşaqlar, burada informativ və terminolojidir. Görürsünüzmü? İnformativ terminoloji yoxdur. Poetik. Deməli, baxırıq. Turşulu yağışlar. Bu coğrafiyada termindir, turşulu yağışlar. Yəni, tərkibində kimyəvi maddələr olan bu karbon qazı emissiyalarını özündə birləşdirən və zavodların, fabriklərin havaya
buraxdığı çirkləndirici həmin o belə deyək, qazlar nəticəsində yerə yağan yağışdır, belə deyim sizə. Ona görə turşulu burada termindir. Yəni turşu tökülmür göydən, turşulu termindir. Termin olduğu üçün terminoloji funksiyadadır. Terminolojidadır və siz informativdə necə yazacaqsınız cümlədə? Məsələn, turşulu yemək. Bu turşulu deyəndə pomidor, xiyarı da nəzərdə tutmuruq bu arada. Turşulu yemək o göyəm qurusu filan. Çünki pomidor turşulu yemək ola bilərmi? Kələm turşusu olan yemək ola bilərmi? Yox. Yəni yeməyin içinə turşunu qoymursa, turşunu məzə olaraq kənardan yeyirsiniz. Buradakı turşulu yemək deyəndə nəzərdə tuturam. Ay Allah, göyəm qurusu, gavalı qurusu filan var. Ya da yaxma, biz ona deyirik, yaxa deyirik, nə deyirik bilmirəm. Turşu da elə hamı turşu deyir ona. Turşulu yemək məsələn boğaz ağrısına daha yaxşı təsir eləyir. Belə yaza bilərsiniz. İkinci sözümüz hansı idi? İtirdim. Bir dənə götürüm. İkinci sözümüz üzərinə rəqəm yazılan söz. Dalğa. Dəniz dalğası. Uşaqlar, dəniz dalğası mətndə informativdədir. Səs dalğası, işıq dalğası, bunlar fizikada keçirilir. Fizikada keçirilir, səhv etmirəmsə. Səhv etmirəmsə deyəndə ki, fizikada keçirdi, keçmişəm məktəbdə. Səs dalğası, bir də maqnit dalğası ola bilər deyə düşünürəm. İşıq dalğası. Bunlar termin şəklində yaza biləcəksiniz terminoloji funksiyada. Enerji. Bax, bu söz çox düşür. Burada həyat enerjisi deyir. Həyat enerjisi informativdir. Amma siz yaza bilərsiniz ki, enerjinin tərifini yaza bilərsiniz. Hər hansısa bir cismin iş görmə qabiliyyəti enerji adlanır. Məsələn, belə bir cümlə yaza bilərsiniz. Bu da sizin o terminoloji funksiyası. Və yaxud da işıq enerjisi, əmsalı filandır tərzində bir şey, yəni yaza bilərsiniz. Qısacası turşulu terminolojidir, digərləri informativ. Bəli, Aysol, enerjinin beynəlxalq sistemdə vahidi jouldur. İndi siz daha yaxşı bilərsiniz. Mən humanitar sahənin insanıyam. Sizin əksəriyyətinizin birinci qrup olduğunuzu nəzərə alaraq, yəni bir zəhmət bilin. Turşulu olur. Turşulu olur terminoloji, digərləri olur informativ. Zaten terminoloji cümlələrdə də nümunələr gətirdik. 298. 298-i deyir mətndə əvvəlinə üçbucaq şəxs qoymuş. Abzasa aid tezis yazın. Bu tezis qarşısına üçbucaq şəxs qoymuş. Tapsam inşallah deyəcəm. Hə, tapdım. Ay maşallah. Bu boyda abzasa tezis yazmalıyıq. Tezis bir cümlədən ibarət olur və həmin abzasda nədən söhbət gedirsə bir cümlə ilə ifadə edirsiniz. Deməli, necə yazırıq? Məsələn, səs-küyün normadan artıq olması deməli, problemlər yaradır. Bu əvvəlki abzaslardadır, amma sonuncu abzasda nə etməliyik? Yəni səs-küyün zərərini azaltmaqla bağlı tədbirlərdən söhbət gedir. Görürsünüzmü? Deyir ki, nə bilim, ventilyasiya sistemlərindən filan şey eləmək lazımdır, nəqliyyatla bağlı filan tədbirlər görmək lazımdır. Paytaxtımızda da bununla bağlı düşünürlər, filan eləyirlər, fəsmən eləyirlər. Şey yazırsınız. Aşağıda bir dənə kəsin zəhmət olmasın. Söhbəti yığ. Əsəbləşdirməyin. Video qeyd edilir. YouTube-a yerləşdiririk. Əsəbləşdirməyin. Hə. Deməli, bu abzasda dedik nədən danışır? Baxın, nəqliyyat problemlərini necə aradan qaldırmaq lazımdır, onu deyir. Sonra ventilyasiya problemini necə aradan qaldırmaq lazımdır, onu deyir. Yəni, bu abzasa tezis yazsaq bir cümlə ilə nə yazaraq? Yazarıq ki, səs-küyün aradan qaldırılması ilə bağlı ya da səs-küyü aradan tam qaldıra bilməzsiniz, azaltmaq olar. Səs-küyün azaltmaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsi vacibdir. Buradan bir cümlə yazsınız, o da bu olur. Yəni, bunu ümumiləşdirəcəyiniz bir cümlə yazsınız. Yəni, bu abzasda mənə nə deyir? Yəni, deyir ki, səs-küyü azaltmaq lazımdır, qısacası. Səs-küyü azaltmaq lazım üçün, azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirmək lazımdır. Və salam. Qutardı, getdi.
Sonra 299. İnsan yaşamaq üçün yoluxucu xəstəliklərlə mübarizə apardığı qədər nə vaxtsa seçkiyə qarşı da inadla vuruşmalı olacaq. Aforizm mətnlə əlaqələndirək fikrinizi ən azı 2 cümlə ilə yazın deyir. Belə olan halda bir cümlə ilə yazdığınız təqdirdə 0 balla qiymətləndiriləcəksiniz. Yazırsınız ki, deməli, belədir ki, səs-küyün həddindən artıq olması insan orqanizmdə mənfi fəsadlara yol açır. O cümlədən müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də səs-küyün aradan qaldırılması ilə bağlı bütün dünya ölkələri, o cümlədən də Azərbaycanda müxtəlif tədbirlər həyata keçirilir. Bununla bağlı tədbirlər planı hazırlanır. Vəssalam. Yəni biraz da bəzəyin, düzüyün orasını, burasını cümlənin. Nə oldu? Qəşəng qutu kimi. Gəldik, çıxdıq 30, yəni 300. 30 nə idi? Bakı sakinləri səs-küydən əziyyət çəkirlər. Bunun səbəbi nədir? Bunun səbəbi 2 dənə göstərilib mətndə. Birincisi nəqliyyat sayının çoxluğu, Bakıda nəqliyyat sayının çoxluğu. İkincisi isə ventilyasiya qurğularının, o restoranların və iaşə obyektləri var deyə orada yazmışdı. Restoran və iaşə obyektlərinin ventilyasiya sistemlərini çölə çıxarması. Bunları yazırsınız. Problemin həlli yolu səsi izolyasiya edən qurğular yerləşdirmək və yaxud da ki, qabaqcadan texniki tədbirlər görmək, həmin bina tikiləndə texniki tədbirlər görmək. Problemin həllindəki çətinlik də qısaca bir dənə yazırsınız, bahat. Çox pul lazımdır. Bahat. Belə. Bu mətndə belə. Kimin nəsə sözü sualı var? Kiminsə nəsə sözü sualı var daha doğrusu. Lap yaxşı.